Burada belə bir silsilə misalımız var. Deyir, hansı nömrəli həddən başlayaraq filan filan ədədi silsiləsinin hədləri 17-dən böyükdür. Ədəd silsilədir. A1-imiz neçədir? -25 qeyd eləyək. A1 bərabərdir -25-dir. D-imiz bərabərdir A2 minus A1. O da bərabərdir -20 minus -25. O da bərabərdir -20 plus 25. O da bərabərdir neçəyə? 5-ə. Yəni 25 çıxsın 23 kimi olur da 5. İndi deyir 17-dən böyük olsun. Yəni AN 17-dən böyük olsun. AN-in açılışını yazaq. A1 plus D vurulsun N minus 1 idi də. Elə deyil 17. A1-imiz -25 plus D. 5 vurulsun N minus 1 böyükdür 17. Sakit biraz. Yaxşı, bunları açsaq. -25 plus 5N minus 5 böyükdür 17-dən. 5N böyükdür. -25, 5, -30. Bu dəfə şəklində oldu müsbət. 30 bir 17 elədi 47. O zaman buradan N-i tapsaq. N böyükdür. 47 bölünsün 5. Yəni 9'dan 5'də 2. İndi N bilirik ki, burada natural ədəddir. 9'dan 5'də 2-dən böyük ilk natural ədəd neçədir? Təbii ki, neçədir? 10'dur. Ümumi cavabımız neçə olacaq? Çünki 10 deyil ki, çünki hansı nömrəli həddən başlayaraq? Demək, 10-cu nömrəli həddən başlayaraq silsilənin hədləri 17-dən böyük olur. Cavabımız 10.